Hörmətli xanım sədr, hörmətli hökumət üzvləri, deputat həmkarlar və media mənsubları. Biz əhalinin sosial rifahını, gələcək inkişafını, sosial ədaləti əhatə edən çox əhəmiyyətli layihələri müzakirə edirik. Azərbaycanın ümumilikdə 2026-cı il dövlət büdcəsinin, habelə büdcə zərfinə daxil olan məsələlərin ötən həftələrdə Milli Məclisin profil komitə iclaslarında və həm dünən, həm də bugün plenar iclasda keçirilən təqdimatı və müzakirələri zamanı səslənən fikirlər, rəqəmlər, bu fikirlər ətrafındakı konstruktiv rəylər bu sənədin əhəmiyyətini bir daha ortaya qoyur. Təqdim edilən göstəricilər təkcə sadə rəqəmlər deyil. Azərbaycanın iqtisadi potensialının genişlənməsinin real sübutudur və bu rəqəmlərin hər birinin arxasında hər zaman olduğu kimi insan amilinə, insan kapitalına böyük bir yer verilir. Cənab Prezident İlham Əliyevin təbiri ilə desək, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. 2026-cı ilin büdcəsi də bu yanaşmanın maliyyə ifadəsidir. 2026-cı ilin büdcəsinin dekada layiq xüsusiyyətlərindən biri ötən illərdə olduğu kimi sosial sahələrə ayrılan vəsaitin artmasıdır. Təhsil, səhiyyə, sosial müdafiə, şəhid ailələri və müharibə iştirakçılarına dəstək proqramları dövlət siyasətinin mərkəzində yer alır. 2026-cı il dövlət büdcəsində sosial xərclərin sayı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artırılıb ki, bu da dövlətin sosial yönümlü siyasətinin davamlılığını nümayiş etdirir. Önümüzdəki il əmək haqqı, pensiya, müavinət və təqaüdlərin artırılması, az təminatlı ailələrə dəstəyin gücləndirilməsi və yeni sosial proqramların həyata keçirilməsi planlaşdırılır. Sosial təminata yönəldilən vəsaitlərin həcmi ümumi büdcə xərclərinin yarısına qədərini təşkil edir ki, bu hər şeydən öncə insanın rifahını diqqət mərkəzində tutan dövlət modelinin bariz göstəricisidir. Son illərdə aparılan sosial islahatların əsas istiqamətlərindən biri pensiya sisteminin təkmilləşdirilməsidir. 2026-cı il büdcəsində pensiyaların orta səviyyəsinin artırılması, indeksasiya mexanizminin genişləndirilməsi və aşağı pensiyalı kateqoriyalara xüsusi diqqət ayrılması nəzərdə tutulur. Ümumilikdə büdcə zərfinə daxil olan sosial paketin təhlili göstərir ki, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsi sahəsində dövlət siyasəti onlara diqqət və qayğı növbəti ildə də davam etdiriləcək. Biraz əvvəl dövlət büdcəsinin müzakirəsi zamanı da çıxışımızda qeyd etmişdik, lakin bir daha vurğulamağı özümə borc bilirəm ki, son 6 ildə həyata keçirilən 5 sosial islahat paketi 4 milyon vətəndaşımızı əhatə edib. Habelə hal-hazırki 2025-ci ildə minimum əmək haqqı, pensiya və müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşımızı əhatə etmişdir. Bununla yanaşı büdcədə dövlət sektorunda çalışanların əmək haqqı fondunun artırılması planlaşdırılır ki, bu addım təhsildən səhiyyəyə, mədəniyyətdən sosial xidmətlərə qədər minlərlə insanın rifahına birbaşa təsir göstərəcək. Yeni büdcə layihəsində az təminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi xüsusi yer tutur. Bu məqsədlə ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi genişlənir, eyni zamanda uşaq müavinətləri və bir sıra sosial təqaüdlərin məbləği artırılacaq. Büdcədə müharibə veteranları, şəhid ailələri, əlilliyi olan şəxslər və məcburi köçkünlər üçün sosial layihələrə vəsait artırılmaqdadır və bu həm sosial məsuliyyətin, həm də dövlət qayğısının real təzahürüdür. Bir mənalı olaraq qeyd etməliyik ki, Azərbaycanın sosial sabitliyini daha da möhkəmləndirən bu büdcə sayəsində ölkəmiz yalnız sosial sahədə deyil, eyni zamanda innovasiya yönümlü idarə etmə və regional inkişaf baxımından yeni mərhələyə qədəm qoyur. 2026-cı ilin sosial proqramları sabitliyi, inkişafı və rifahın vəhdətini özündə birləşdirir. Bu sənəd Azərbaycanda insan kapitalının dayanıqlığını təmin etməklə yanaşı, gələcək 10 illiklər üçün də möhkəm zəmin yaradır. Sonda mən bir daha bu layihəni hazırlayanlara, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edirəm və hər iki qanun layihəsinə birinci oxunuşda səs verəcəyimi bildirirəm. Təşəkkür edirəm.